24. 24-cü sualda nə verir bizə deməli? Kalsium X2 verir və Y2S verir. Molyar kütlələri bərabərdirsə, deməli mən artıq bildim ki, bunların molyar kütlələrini tapıb bir-birinə bərabər eləyə bilərəm. X və Y-in nisbi atom kütlələri arasında bərabərlik doğrudur deyir. Bərabərlik doğrudur. Yəni hansı bənddə bərabərlik doğrudur da? Heç nə bunların kütləsini dedik ki, tapacaq. Kalsiumun ayırı 40-dır. 40 üstə gəlsin 2x. Bərabər eləcək 2y üstə gəlsin küçürdün kütləsi 32-yə. Buradan 2x. 2y atdım sol tərəfə. Çıxılsın 2y bərabərdir. 40 keçsə sağa, 40-a çox sağa eləcək mənfi ilə alınacaq. Cavab olsun. 40 çıxılsın 32 deməli eləyəcək 8. Mənfi 8. Mənfi 8 oldu. Vıraq hamısını bunları mənfiyə. 2y çıxılsın 2x bərabərdir 8-ə qutarı 7. İndi 2 ixtisar aparaq. Y çıx x bərabərdir 4. Deyir hansı düzdür. Bizə cavablarda görürük ki, bəndlərdə hamısında x-ə uyğun cavabları deyir. X-ları verir burada. Deməli x yəni bərabərdir. Y çıx neçə? Onda buradan x-i tapaq. Mənfi x bərabərdir. 4 çıxılsın 4 çıxılsın y. Yenə hamısını mənfi 1-ə vuraq. X bərabərdir. Y çıx 4. X bərabərdir. Y4 çıx y çıx 4 bəndi burada A bəndi. X bərabərdir. Y çıxılsın 4 bəndi. 24-də də oldu A bəndi. Vəssalam. Sadəcə olaraq mənfiyə vurub yerini dəyişmək lazım. Yəni kimya olan hissəsi bu sualın bir dənə molyar kütlələrin tapılmasıdır. Ardıca riyaziyyata əsaslanır.